Çinarə, hər vaxtınız xeyir olsun. Sizin də vurğuladığınız kimi son dövrlərdə uşaqlar arasında virus infeksiyalarının yoluxma halında artım müşahidə edilir və bu virusun adının da norovirus olduğu bildirilir. Bir sıra əlamətlərlə özünü biruzə verir və valideynlər də bu məqamdan, bu situasiyadan narahatlığını ifadə edib. Daha təfərrüatlı informasiyanı və qorunma yollarını elə hazırda qonağım pediatr Aygün Sadıxovadan əldə edəcək. Xoş gördük Aygün xanım. Buyurun, detalları sizdən eşidək. Salam, xoş gördük. Dediyiniz kimi son dövrlər uşaqlar arasında virus infeksiyaları çox yayılmışdı. Norovirus cinsinə aid olan, yəni rotaviruslar, adenoviruslar özünü göstərir. Xüsusilə 5 yaş altı uşaqlarda daha çox yayılmışdı. İlkin olaraq özünü necə göstərmiş olur? İlkin olaraq yüksək atəş birdən-birə. Eyni zamanda qusmayla başlamış olur. Bir qədər sonra isə ishal özünü göstərmiş olur. İshal get-gedə daha da sulanır. Nəcis sayı artmış olur. Eyni zamanda da sulamağı artmış olur. Bu zaman uşaqda halsızlıq, ürək bulanma da müşahidə olmuş olur. Yoluxucu necə olur? Hansı yolla keçmiş olur? Fekal oral mexanizmlə yoluxur. Fekal oral mexanizm dedikdə nəyə başa düşürük? İnsandan insana yoluxur. Virusla bulaşmış qusuntu kütləsi ilə, nəcis kütləsi ilə yoluxma baş verə bilər. Eyni zamanda uşağın istifadə elədiyi oyuncaqlardan, əşyalardan da yoluxma müşahidə oluna bilər. Buna görə də ən çox bağçalarda daha çox yayılması müşahidə olunur. Yoluxmasının qarşısını almaq üçün nə etməliyik? Uşağın sanitar-gigiyenik nəzarəti gücləndirməliyik. Uşaqlar tez-tez uşaqların əllərinin tez-tez yuyulmasına fikir verməliyik. Əgər uşaqlarda yoluxma məsələsi gündəmdədirsə, onun ictimai mühitə, bağçaya və yaxud da məktəbə qoyulmasının qabağı alınmalıdır. Ev şəraitində əgər yoluxma olarsa valideynlər nə etməlidirlər? İlkin olaraq uşaqda temperatur varsa, temperatur salıcı siroplardan və yaxud şamdan istifadə edə bilərlər. Qusma varsa, qusma varsa, həkim nəzarəti altında qusma salım dayandırmalıdır. İshal əgər çox sayda deyilsə, belə deyək də 5-7 dəfədən artıq deyilsə, hər növbəti dəfə ki ishal əvvəlkindən daha da sulu deyilsə, müəyyən dietik diyetə nəzarət eləməklə ishalın qarşısı alına bilər. Adətən belə deyək, əgər uşaq ana südü ilə qidalanırsa, ana südünə qidalanmanı davam etdirmək lazımdır. Əlavə qidalarla qidalanırsa, itirilən mayenin miqdarını bərpa eləmək üçün sulu qidalara, az-az tez-tez maye qəbuluna fikir vermək lazımdır. Xəstəxanaya nə vaxt müraciət eləmək lazımdır? Əgər qusmanı saxlaya bilmiriksə, temperatur düşmürsə, temperatur salıcı dərmanlar fonunda temperatur düşmürsə, eyni zamanda ishal 5-7 dəfədən daha da artıqsa, hər növbət dəfə ki ishalı əvvəlkindən daha da suludursa, uşaq çox halsızdırsa, eyni zamanda uşaqda su itkisi əlamətləri çox görünürsə, su itkisi əlamətləri çox görünməsi nədir? Uşaqların gözləri düşük olur, çökük olur, ağzı quru olur, sidik ifrazı azalmış olur, dəri turqoru zəifləmiş olur. Bu hallarda xəstəxanaya müraciət etmək, itirilən mayeni vena yolundan bərpa eləmək lazımdır. Amma ümumi götürəndə yol, belə deyək də, inkubasyon dövrü 2 gündür yoluxmadan sonra, amma ümumi xəstəlik çox zaman hallarda bir müalicə istəmədən 3 günə 7 günə qədər sağala bilir. Müalicəsində antibiotik istifadə eləmirik, çünki adından göründüyü kimi virus xəstəliyi olduğuna görə. Digər qorunma yolunda vurğulayım. Rotavirusa qarşı peyvənd vardır. 2 ayından yuxarı 6 ayına qədər ağızdan qəbul olunan 2 və yaxud 3 doz ilə qəbul olunan peyvənddir, qoruyucu mövqeyisi vardır. Təşəkkür edirəm informasiyaları bizimlə paylaşdığınız üçün. Bəli, elə aydın oldu ki, son günlərdə uşaqlar arasında yayılan virus infeksiyasının səbəbləri nələrdir? Elə bununla bağlı detalları həkim qonağımız vasitəsilə əldə etmiş olduq və təbii ki, bundan da qorunmağın elə aydın oldu ki, əsas şərtlərindən biri də məsələ gigiyena qaydalarına əməl etməkdir. Eyni zamanda peyvəndləmənin rolu da burada vacibdir, xüsusidir. Çatdıra biləcəyimiz informasiyalarsa bu qədərdir. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm. Dəqsənə məlumatı çatdırdığına görə təəssüflər olsun ki, indi valideynlərin bir çoxu elə bu problemlə üzləşir və övladlarının xəstə olduğunu, yeni bir virusa yaxalandığını deyirlər.